Fərq etməz quzeyli, güneyli. Biz hamımız Böyük Məhəmməd Əmin Rəsulzadə demişkən, Azərbaycan adını dövlətə verməmişdən öncə bunu ondan əsaslandırırdı ki, deyir, fərq etməz. Tehran türkü özünə İranlı deyir, Qafqaz türkü özünə Qafqazlı deyil, ancaq hər ikisi Azərbaycanlıdır, Azərbaycan türküdür və el dilində də desək, bir bezin qırağıyız, yəni. Ona görə də yəni hamımız üçün önəmlidir bu gün və Dünya Azərbaycanlılar günü də bizim üçün önəmlidir və mən özüm də bir çox hallarda türklükdən daha çox yazsaq da, etsək də, ancaq Azərbaycanlılığın ruhu da türklüyün ruhudur. Yəni Dünya Azərbaycanlıları demək bizim də böyüklüyümüz əslində odur ki, Cumhuriyyətimizin də 18-ci ildə qurulan Cumhuriyyətimizin də böyüklüyü odur ki, ancaq türk ya qeyri-türk. Azərbaycan hər kəs üçün vətəndir. Azərbaycan, Azərbaycana xidmət edən hər bir kəsin vətənidir. Etnosundan, dinindən, irqindən, cinsindən asılı olmayaraq. Yəni bu, bütün Azərbaycanlıların bu anlamda dünya Azərbaycanlıların bayramıdır. Əlbəttə ki, hakimiyyətlərə də dediyimiz kimi fərqli baxışlarımız ola bilər, olmalıdır da. Bizim sadəcə əsas məqsədimiz odur ki, ümid yerimizi baltalamayaq. O dediyimiz kimi, külün içərisində qığılcımlar varsa, onları alışdıraq. Əlbəttə, ancaq diqqətli olmalıyıq. Diqqətli olmalıyıq. Bəzən tükü-tükdən seçməyi bacarmalıyıq. Bu, başqa bir məsələdir. Ancaq hər şeydə də inamsız olmaq da, hər şeyə də şübhəçilik də bir şey deyildir. Şübhə insanı bitirir, ümid insanı irəliyə aparır. Bizi bəzən ümidsizləşdirmək istəyirlər. Bu da olmayacaq, o da olmayacaq, Şuşa da gəlməyəcək, Azərbaycanın üç rəngli bayrağı Təbrizdə də dalğalanacaq. Şuşamızda da dalğalanıbdır, Təbrizimizdə də dalğalanacaq, Tehranımızda da dalğalanacaq. Yəni, ümidimizi artıracağıq, qığılcımları artıracağıq. Əksinə, o ocaqları ki, yanar ocaqları söndürmək istəyirlər sağdan, soldan, içimizdən də tapırlar və bəzən içimizdən olanlar daha çox, bəzən yaddan daha çox təsvir olsun ki, yəni orada da, burada da olur, ancaq olsun yəni. Onlara da biz güc gələcəyik, biz böyük bir millətik, min illiklərdən gəlirik. Zehtabilər bunu yazdı, böyük insanlarımız, Rəsulzadələr, Əli bəy Hüseynzadələr yazdı. Yəni biz bunların hamısını bu tədirginlik, yəni tədirginik, biraz narahatıq, ancaq inşallah hər şeyin öhdəsindən gələcəyik. Hər gələn yeni il ümidimizi biraz artırır. Mən çox yaxın zamanlarda ümidliyəm ki, doğrudan da 50-60 milyonluq türklərin, Azərbaycan türklərinin də bir yerdə bayramımızı da keçirəcəyik.